Herkese salam. Bugün sizlerlə birlikdə qaranlıq şəhrimizin, yəni Minecraft sunucumuzu gəzirik. Bu gəzintimizdə şəhərimiz haqqında, Minecraft sunucumuz haqqında məlumat verəcəyik. Məlumatlarımızda görsəndiyi kimi, sunucumuzda bu günə kimi 70 kişi oynayıb, 70 nəfər, 2000 adamın içində. Deməli, birinci başlayaq burada. Bu tərəf bizim kənd alanımızdır. Buradan sonra yeni bir kəndimiz başlayacaq. Baş şəhərin bir kopyasını edirik, yalancı kopyası. Yəni elə bir tərz edirik. Buradan bir duvarı sevmişik. Çünki buradan yeni bir şəhər kəndi başlamaq istəyirik. Buradan başlayanda, məsələn, bu kəndin alanı oradan bu qədərdirsə, oradan bura bu kəndin alanı sayılacaq. Burada isə bir farmımız, yeni bir farmımız var. Bu farmımızda bal kabaq farmıdır, elmətrin farmıdır. Elmətrin bu sunucunun milyonçusudur belə deyək. Buradan bal kabaqları götürüb satır. Sonra buradan yeni gələnlərimiz ev tikir. Buradan isə Nurlu arkadaşımız yeni bir binalar tikir, farm tikir. Bal kabaq farmı dirəşib şeylə ellədindən. Buradan evlərimiz tikilir izləyicilərimizin. Burada mal qoyun satılır. Buraya izləyicimizin yeri, tez bir şey tikməyib. Deyəsən Hüseyin olmalıydı bura. Suyu Ayxanlıymış. Burada Hüseyinin yeri. Hüseyinin yeri buradır. Buradan isə boş bir yerimiz var. Bura Meqinindir. Yox, Meqinindir. Bura isə Nicatındır. Burada Pazir 66'nındır. Burası Hüseyin'in. Hüseyin'in ünlüyünü tuturum ki buranı al, alınır. Buradan çıxdıq, bu şəhərdən çıxdıq, gəldik bizim baş kəndimiz olan şəhərə. Buradan bizim farmımız var. Farmımız, burada evimiz. Baş kimin evi deyəsən, kimin ev almışdı. Bu evin sahibi bilinmir, kim tikirsə, heç adı da bilinmir deyəsən. Bunun sahibi gəlsə oyunlarımıza və ya canlarımıza deyə bilər. Burası isə Elcan tikir qardaşı ilə. Buraya canın yanımızdan arı farmı var. Orada arılar vurur. Burada dəmir qoyan farmıdır. Buradan Azərbaycan Türk bayrakları var. Çünki bu sunucu yönətən biri Azərbaycanlı, biri isə Türkdür. Türk olan Enes sunucu yöneticisi, Azərbaycanlı isə mənəm. Bir-birimiz bayraklarını qoymuşuq. Buradan park çalınır, buradan da park çalınacaq. Sonra buradan böyük bir yerimizdir. Burada market açılacaq. Buradan Microsoft neydi bunlar? Yeni McDonald'sumuz var. İçi falan təmir olunub. İçi belədir. Buradan çıxdıqda isə bu tərəfdən evlərimiz başlayır. Bura Heydərin evidir. Bura polis yerimizdir bizim. Donma falan olabilir arada çünkü oyunda çox mod var. Oyunumuzda para modu var. Məsələn, rankımız, para modumuz, kitimiz, hamısı var. Burada polis yerimizin altında odalar var. Burada insanlar hansısa bir pul falan çox götürəndə ya da oğuzluq edəndə burası alınır. Mən şey gəzdirmədim sizə. Sonra burada yuxarı qatıda sizə bizim mahkəmə alanımızı göstərim. O qədər buradakı yollarımız hamısını indirmişik. Burada metromuz var. İstəyirsiniz bir sürü sizinlə gəzək. Buradan şəhərimiz göstərdim sizə. Bir də ki, telefondan ən axırıncı sürüm gələ bilir. Buradan yeraltı ilə şəhər gəzə bilərik. Şəhərin bəzi yerinə gedə bilərik. Oyun səsini daha çala bilərik. Buradan şəhərin digər üzünə gedə bilərik. Biz bu şəhərlə Azərbaycan xəritəsinin bir xəritəsi kimi, Minecraft xəritəsi kimi təsəvvür etmək istəyirik. Onun üçün də birinci baş şəhərlə başlamışıq. Baş şəhərindən başlayıb, son yandakı Sumqayıt şəhərimiz var. Qalaçın gelişimizin anı olur. Buradan gedəndə isə əsgəri yanına çatırıq. Çünki biz burada durmalıydıq. Buradan məsələn qalxırıq. Qalxanda
Burada bir dənə park salınacaq. Buradakı park, burada Azərqaz Azərişıqın binası kimi tikmişik. Hərflərlə də yazmışıq buranı. Azərqaz 1-ci qat, Azərişıq 2-ci qat, Azərişıq 3-cü qat. Bunları tikdikdən sonra burada bizim yerimiz var idi. Buranın adı nə idi göstərən? Döyüş yeri ya belə Vaqifin quruz yeri. Vaqif tikmişdi, quruz yeri idi. Burası gəliş alandı. Bura gəndə burada əsgərlərimiz təlim verilir. Buradan keçənlər, bu parkurdan keçənlər əsgər olur. Məsələn, siz də gəlib keçsəniz, burada əsgər ola bilərsiniz. Burada oxçuluğumuz var. Oxçuluq edirlər. Orada əsgərlər qalan yerdir. Oradakı binanı gəzdirdim sizə. Roleplay üçün tikilib. Burada döyüş yeri kimi tikmişik. Buranı özümüz tikmişik. Burada əsgərlərin zırhı durur. Buranın içini gəzək. Buranın içi belədir. Deməli, biz game moddan əşyalarımızı götürə bilərik. Buradan əşyalarını qalacağı yerdir. Buradan evlərimiz, binalarımız. Buradan böyük bir yer açılacaq. Marketimiz, çayxanamız, servisimiz. Ondan sonra bura nicatı böyük bir yerdir. Park için gəlməsini istəyirsinizsə ekran bəyəni şərhlər asmağı unutmayın. Burada park yerimiz var. Böyük bir yerimiz. Buradan isə böyle keçirik. Buradan bura keçirik. Buraya keçənlər burada bir əsgərlik yerimiz. Birini burada ataq məsələn sizin işte. Bunu atanlı məsələn biz bu gedib bizi döyüş kimi çıxarır. Bunu atanda oyun içimizdə məsələn döyüşlərdə falan roleplayimizi iştirak edirik. İştirak edəcəklər bunlar. Məsələn bunu atırıq bura düşür. Məsələn bunun içine qoyduqda bunu atanda bura düşür. Harafa paylaş. Sonra burada bizim göy fırladamız var. Mesela dövüşürüz, roleplay'de işləyir. Burada TNT patlayan sunucu heç bir şey eləmir. Mesela D yazıb sava edə bilirik, oplarda olur banca. Sonra burada blok çox göyə tulluyor. Onun üçün məsələn TNT'dən heç bir partlamır. TNT'lər partlamır, biz göyün 7 qatını tulluyurlar. Yukarıda çıxdıq, sonra aşağı indik. Bunların hamısı bizim depolarımızda. Burada məsələn bunlar benim çox xoşuma gəldiyi üçün buraya eləyəcəm və bunlar ayrıca bir video göstərməyim üçün şərhlərdə yaza bilərsiniz. Bunun içine onlardan məsələn 100 dənə, 50 dənə, 10 dənə, 5 dənə hərəsindən bir edəcək. Məsələn burada bir raket atanın biri olacaq, tankların ayrı yer olacaq. Bunun üçün bunun bir yeşil yer düzəltmişik. Burada gəmi yerimiz var. Gəmilərimiz buradan çıxır. İş gəmimiz bu. Məsələn roleplay'də düşman daşımaq üçün qoymuşuq. Tikmişik, belədir. Buradan çıxanların məhkəməmiz buradaydı. Ranklar biraz gec yüklənə bilər. Çünki ətrafı çox blok var. Burada USB'miz. Kimsə gəlib burada işlədə bilər. Bir də ki bir şey əlavə edeyim. Biz sell yazanda, sell hand yazanda əlimizdə olan əşyanı satır. Məsələn, mənim indi üstümdə ağac var. Sell hand yazanda bu əşyanı satır. Məsələn, 75 qəpiyə satdı bu əşyanı və pul yerimizə gəlir. Mən də bələdiyyə işçisiyəm. 4.2 milyon pulum var. Buradan keçənə böyük bir şəhər yerimiz. Sonra heykəllərimiz. Buradan binalar tikildi ayxan. Sonra buradan iş yerləri açılır. Buradan evlər.
Buradan bir binaya yine burada mezarlığımız var. Mesela kimse sizi getirip oyundan çıkanda ve son olanda getirip burada adını yazdırır. Bu evler, binalar, heykellerimiz. Kimse size mesela gel burada öz şeyini hazırlayabilir şehirde. Onun için ayrıca torpaq verilir ve pulsuzdur. Burada bir üçbucağı evimiz tikilir. Burada farmlarımızdır. Burada farmlar çok iki farmdır. Bu ne farmıydı? Deyəsən bir farmıydı. Bak adı sənəmdə ne farmıydı bu? Deyəsən daş farmıdır. Bakın sistem çok qəribəydi. Ama bizə TNT partlaması yoktu da ya. Yoksa bunlar da bizi yanmıyor. Bunu biz Nicat'ın ayrıca soruşabiliriz. Buradan keçən kaktus farmımız çok içi bir farmdır. Buranın Nicat tikmişdi. Farmla Nicat'ın bir de Elləddin farmlar var bölgədə. Elləddin farmı qədər böyük bir farm. Yox, Nicat'ın farmı da böyük bir farm. Mesela bunu 5 dəqiqənin içində bu şey sata bilir. Bizə də məsələn verir ki, bilir. Həm qurucudur, həm oyuncudur, belə deyilsə. O kadar böyükdür ki, Elləddin farmı, yox, Elləddin farmı biraz bunun balacadır. Elbə bunun bir qismini, bu 4. Bu deyəsən 6-lıqdır, yoxsa 6 dəfə böyükdür bu olma. Onun üçün yox, 4 dəfə böyükdür. Şəhərimiz o kadar böyükdür ki, biraz çoxdur. Buradan bələdiyyə yerimiz tikilir. Belediye yerimizde. Buradan çıkırıq mesela. Burası kimin otağım? Burası mənim otağımdır. Burada mənim otağımdır. Rafa tam bilirsiniz. Ondan sonra bura mənimdir. Sonra burada var başkan yardımcısı Vaqifin yeri. Sonra burada var başkan Enis. Enis de mənim ortağım olur. Özü də türkdür. Sonra toplantı odamız da var. O deyəsəm bu otaqlıydı. Yoxsa aşağıdakı otaqlıydı. İşçilərin yataq otağıdır burada. Oğlanlar üçün ayrı tutulur. Sonra toplantı odası aşağıdaydı. Bura olmalıdır. Kənar şəxslərin girişi qadağandır. İclas salı, İclas salı yəni toplantı salı. Burada məsələn biz oturub şəhərimiz haqqında məlumatlar verə bilərik. Baxın, məsələn, oturmaq modumuz da var. Bizim də məsələn burada işləyən işçilərimiz girə bilər. Kənardakı nə otaqdır, onu da baxaq. Bura ayaq yoludur. Ayaq yolu biraz şeydir, mənasızdır, amma düzəldəcək buranı. Binalar hər şey təzə tikərik deyə. Pəncərəsi falan var, olan hamısını düzəldəcəyik biz. Sonra ən son yerimiz yeni ofisiz şəhərimiz olan ikinci şəhər olaraq bizim ikinci şəhərimiz gəzirik. Burada bu qədər torpaq qoymuşuq, çünki buraları doldurmaq fikirləşirik. Çünki başı şəhərin arası çox böyük olduğu üçün bu qədər torpağı qoymuşuq. Buradan keçirik. Gəlirik Sumqayıt şəhərinə. Burada məsələn hər gələndə buradan bir dənə pulsuz ev veririk, çünki burada yaşamlı olsun deyə. Məsələn biz bura 4 dənə ev satmışıq, hər yer ayrı-ayrı. Beləsi sadə binalarımız da tikilir. Buradan sonra orada balaca evlərimiz tikilir. Burada məsələn biz aşağı endikdə yeraltı tünələ çəkmişik ki, Bakıdan Sumqayıta hazır bir yolumuz olsun. Burada məsələn loqon sürək və burada son olsun. Loqon hanı. Məsələn uzaqlarda biz şey çəkəcəyik, qatar yolu. Məsələn Bakıdan Qazağa, Qazaxdan Qazaxdan müxtəlif yerlərə ya Ağstafa yerik, bütün yerlərə qatarla gediş çəkəcəyik belə. Üstdən də olacaq, altıdan da olacaq.
müxtəlif və bu son gəlintimiz olacaq. Bu çatandan sonra siz də bizim sonumuza gəlmək üçün kənarda olan alternative.me adını yazıb gələ bilərsiniz. Kim YouTube'dan gəlirsə onların müxtəlif hədiyələri var. O da bizim altı sürpriz olsun. Sürpriz olsun bizim üçün. Siz olan sürprizlərimiz. Sizin müxtəlif sürprizlər veririk. Sizin sevinəcəyiniz sürprizlər. Və bu da son yerimizdir. Demək olar ki, bütün yerləri gəzdik. Son yerimiz olaraq burada Nizatın tikdiyi bir ev var. Böyük bir evdir. Sonra isə burada mənim tikdiyi bir evdir. Mənim elə belə bu evə bənzər bir ev tikmək istəyirəm. Yarım tikirəm və para ilə tikirəm. Shopdan aldım. Sonra buradan pastanemiz var. Orada farmımız var yine. Burada təzə şey atdıq deyə altı torpaq dönəm düzəldəcək yaxın zamanda. Buranın altı doldurmuşdur, belə durur. Burada hospitalımız var. Burada isə farmımız var. İçi böyükdür. Bu qədərdir içi. Heç bu farma girib baxmırıq. Bura hospitalımızdır. İstəsəniz partikdə hospitallar və evlərin içini gəzə bilərik. Partikin gəlməsi istəyirsinizsə kanalımıza abunə olub şərhlər yazmağı unutmayın. Burada bizim yerimizdir. Burada elə bir keyif üçün uşaqlar arada yorulduqda, iş gördükdə və binalar tikdikdə gəlib burada otururuq. Buranın sahibi arada çox vaxt gəlir. Onun üçün də buranı işlədir. Buradan yaxşı pul qazanır. Sonra oradan bir evimiz var. Partikdə bu evlərin içinin hamısını gəzəcəyik. Hospitalların, binaların içini gəzəcəyik. Partikin gəlməsi sizə bildirişləri açıb videomuzu beğenmeyi unutmayın. Sağ olun.